Amma deyir, onu dəfn eləyib qayıdandan sonra bir neçə gün Fatimə evdə ağlaya-ağlaya deyirdi ki, eynə ummi, eynə ummi. Deyirdi, atacan, mənim anam hanı? Qız uşağına çətin olaraq anasız. Hey, soruşurdu ki, anam hanı bəs? Hanı anam? Ağlayırdı. Deyir, göylərin taqəti qalmadı. Allah mələk göndərdi ki, ya Rasulallah, Fatimə ağlayır, Fatiməyə xəbər ver, təsəlli verdinən anan cənnətdədir, ən yüksək yerdədir. Deyir, cənnətdə deyəndə Fatimə aram oldu. Mən bir söz deyim, sözü məddahlarımıza verim. Bir qız da var idi, deyirdi, eynə əbi, eynə əbi. Deyirdi, atam hanı bəs, atam hanı? Kəş ona da mələk nazil olardı kiməsə, deyərdi ki, ona xəbər verin, atan cənnətdədir. Amma o qızların qabağına atalarının kəsik başını gətirirdilər. Onları qamçı